Hər kəsin axtardığı ağızda əriyən əsl İrəvan kətəsinin resepti. Mən bu gün ölçüləri 2 qat edib bol hazırlayıram. Xəmir üçün 3 stəkan yarım unla 200 qram soyuq kərə yağını umac edirik. Üzərinə 2 yumurta, 3 qaşıq smetan, yarım stəkan soyuq süd, 1 qaşıq şəkər tozu və qabartma tozunu əlavə edib yumşaq xəmir yoğururuq. Ələ yapışmayan xəmir hazırlayıb 20 dəqiqə soyuducuda dinləndiririk. İçilik üçün 1 stəkan unla 50 qram kərə yağını umac edib üzərinə 1 stəkan şəkər tozu və vanil əlavə edib qarışdırırıq. Xəmiri bərabər kündələrə ayırın. Xəmiri yayıb içilikdən səpib göstərdiyim qaydada bükürük. İçiliyi qoyub kəsdikdən sonra 180 dərəcədə qızarana qədər bişiririk. जब आए प्यार बरसाए हमको तरसाए ऐसा कोई साथी हो ऐसा कोई प्रेमी हो. Çay süfrənizin bəzəyi olacaq, mütləq yoxlayın.